Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu rabbuna ve yerdah. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Bugünkü mevzumuz da Əhl-i Sünnə və Cəmaənin etiqadları mövzusundadır. Bir məna olaraq yəni keçən dərsimizin bir neçə dərs bir-birini tamamlayan dərslərdir. Bir-birini tamamlayan dərslərdir. Əvvəlki mövzuda götürmüşdük ki, fil əhadis ləti fiyyə nəfyül iməni bizdunub. Günahlar ucbatından insanda olan imanın qaldırılması, ondan götürülməsi fəsli idi. Bugünkü fəslimiz isə bəbun fil əhadisi ləti fiyyə zikru şirk və küfür. Şirk və küfür bəhs edən hədislər mövzusudur. Yəni o hədislər var ki, orada o həmənki günahı edən kimsənin şirkə və ya da küfrə düşdüyü barəsində olan hədislərdən bəhs edəcək. Müstə'inən billah, qalə Muhammed İbn Əbi Zəmənin rahiməhullahi teala. Belə bir hədislə başlayır mövzuya. Hədis an Məsruq rahiməhullahdan gəlir ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm la tərci'u ba'di kuffaran yadribu ba'dukum riqabə ba'd. Burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə yəni xoşa gəlməz bir cəmaətin, bir firqənin, yəni kafirlərin kimi olmamağı bənzətməkdən çəkindirək də deyir ki, məndən sonra bir-birlərinin boyunlarını vuran kafirlər kimi olmayın. Hədisi bu Muhammed İbn Əbi Zəmənin gətirdiyi bu hədis mursəldir. Hədis səhihdir, lakin bu isnad mursəldir. Çünki Məsruq tabiindir və o da Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir. Belə olduqda bu hədis mursəl sayılır. Başqa bir rəvayət var ki, orada Məsruq İbn Ömərdən gətirir rəvayəti. Həmçində bu hədis Səhih Buxaridə Cərir İbn Abdilləhdən, Əl-Bəcəli radiyallahu anhudan və bir neçə hədislər sahabələrdən səhih rəvayətə varid olmuşdur ki, Peyğəmbərimiz burada bildirmək istəyir ki, yəni bir kimsənin boynunu, yəni insan öldürmək, vurmaq, bu hamısı nələrdir? Küfr əməllər sayılır. İkinci olaraqdan başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə buyurdu ki, Sibabul muslim fusuqun və qitaluhu kufur. Müsəlmanı söymək fasiqlik və onunla vuruşmaq, onunla döyüşmək küfürdür deyə burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisi bizə buyurdu. Bu hədis də həsənun bi şəvahidihi, şahidlərlə, yəni başqa hədislərlə bu da həsən dərəcəsinə qalxır. Yəni burada bildirmək istəyir ki, bir müsəlmanı söyməsi və ya onunla vuruşması və ya da öldürməsi, bunlar hamısı yəni özü-özünə günah olaraqdan əgər söyməkdirsə, söyməyə hər söymək, hər lənət, hər birisi buna daxildir. Bu müsəlmanla yarışmayan əməllərdən sayılır və bunu edən bir kimsədə fasiqlik var. Çünki dedikdə fasiqlik nədir? İmanı gizləyib, yəni küfrü gizləyib imanı izhar eləmək. Əgər sənin imanın daxildəndirsə, münafiqlər kimi deyilsənsə, sən nə üçün müsəlman söyməlisən? Artıq sən həqiqətən iman gətirmişsənsə, heç kimi söyməzsənsə. Əgər söyürsənsə, deməli o imanı, yəni küfrü gizlədib iman əhli kimi göstərən kimsəyə bənzəmə var səndə. Çünki onların qəlbində iman yoxdur, lakin zahirən İslam var. Belə bir kimsənin qəlbində iman yoxsa, Allah sevgisi yoxsa, bununla kimisə söyməsi, bunun kimisə vuruşması qaçınılmazdır, ola bilər. Amma ki, müsəlman bir kimsənin, həqiqi iman gətirmiş bir kimsənin, qəlbinə iman gətirmiş bir kimsənin kimisə söyməsi xoşa gələn bir əməl deyil. Və həmçində onunla vuruşması, onu öldürməsi küfür sayılır. Əvvəlki hədisimizdə dedik ki, Peyğəmbərimiz məndən sonra bir-birinin boynuna vuran kafirlər kimi olmayın və həmçinin bu hədisdə dedik ki, müsəlmanı söymək fasiqlik və onunla vuruşmaq, onunla döyüşmək, onu öldürmək küfürdür. Və həmçində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir hədisdə deyir ki, İbn Ömərdən gələn hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir ki, mən hələfə bi qeyrillə fəqəd əşrəkə əv kəfara. Kim Allahdan qeyrisinə and içərsə, artıq şirk etmiş və yaxud da küfrə düşmüş olar.
Burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özündən qeyrisinə and içməyi iki vəsiflə vəsifləndirdi ki, ya şirk etmiş olur, ya da ki, küfrə düşmüş olur. Sonraki hədisdə, Əbu Hüreyrədən gələn hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm bildirdi ki, Mən ətə haydən əv imra'atan fi duburihə əv kahinən və saddaqa bimə yəqul fəqad kərfə bimə ənzələ alə Muhammedin. Yəni, bu ləfz, belə başlayan deyək ki, bu ləfz Muhammed ibn Əbi Zəmənin gətirdiyi bu hədis zəif hədistir. Bu hədis zəif hədistir. Burada nə deyilir? Mən ətə haydən, kim heyzi bir qadına yaxınlıq edərsə və həmçinin qadının qadağan olunmuş arxa tərəfini yaxınlıq edərsə və həmçin kahinə gedib onun dediklərini təsdiq edərsə, o Muhammed sallallahu aleyhi və səlləmə nazil olan inkar etmiş, küfr etmiş olar. Amma ki, buradakı bəzi ləfslər var ki, onlar səhih rəvayətlərdə öz təsdiqini tapmışdır. Hədis zəif olsa belə, yəni burada bildiyimiz, yəni heyzli vaxtı qadını yaxınlıq etmək, bu qadağandır şəriətimizdə, bunda müəyyən bir kəfarəsi vardır. Və həmçində arxa tərəfdən bunu da onu qadağan olan həm Quranda, həm də ki, hədislərdə açıq-aydın dəlillər vardır. Həmçin kahinə gedib onun dediyini təsdiqləməyə də, onun barəsində də yetəri qədər səhih hədislər vardır. Lakin bu icmal olan hədislər, yəni bu cümlədə olan hədislər, Muhammed ibn Əbi Zəmənin gətirdiyi öz kitabında bu hədis səhih sayılmır. Çünki ravilərin içərisində zəiflər olduğundan bu hökm verilir. Başqa bir rəvayətdə Mahmud ibn Rabi əxbəruhu ənəhu səmi' Şəddad ibn Əvs. Mahmud ibn Rabi der ki, Şəddad ibn Əvs radiyallahu anhu qalə La yəb'udul İslamu min əhlihi. İslam öz əhlindən uzaqlaşan deyil, qaçan deyil, uzaqlaşan deyil. Mahmud ibn Rabi dedim ki, وَمَاذَا يُتَّهَمُونَ عَلَيْهِ Elə isə deyir, müsəlmanlar nədə ittiham olma bilərlər? Şəddad ibn Əvs radiyallahu anh der ki, şirkdə qalə əş-şirku və şəhvətun həqiqiyyə. Şəhvətun həqiqiyyə. Şirkdə, yəni nə ilə İslamda ittiham olmaq, yəni nədən çıxa bilərlər? İslamdan nə ilə uzaqlaşa bilərlər? ki, şirk etmələri ilə və yaxud şəhvətül həqiqiyyə dedikdə, həqiqi şəhvət dedikdə, yəni gizli şəhvətdə. Yəni, bu kimi şeylərdir ki, insanı İslam dairəsindən çıxartmağa səbəb ola bilər. Fəqultu, mən dedim ki, ətəxafu aleyhimuş şirkə və qad arafullaha. Bunu kim deyir? Mahmud ibn Rabiə edir ki, Şəddad ibn Əfs radiyallahu anhuya, sən qorxursan ki, insanlar Allahı tanıdıqdan sonra yenidən şirkə qayıtsınlar. Və dəvəxə bikəffihi fi sadrihi. Bundan sonra nə deyir? Mahmud ibn Rabiə edir ki, Şəddad ibn Əfs mənim deyir, sinəmə əlini qoydu, sinəmə belə itələdi və mənə dedi ki, Təkilətkə ummuk və mə tərə şirkə illə ən təcələ mə'allah iləhən əxərə. Yəni, burada dedi ki, Şəddad ibn Əvsin söylüyor ki, yəni soruşur ki, Mahmud ibn Rabi insanlar şirkdən, İslamdan nə çıxarta bilər? Bunu Şəddad ibn Əvs deyir ki, yəni İslam insanlardan uzaqlaşan deyil. Sonra deyir ki, bu da Mahmud ibn Rabi nədən uzaqlaşır? Hansı şeylər uzaqlaşdıra bilər? Oradan birisi deyir ki, şirk. Buradan Mahmud ibn Rabi deyir ki, ya Şəddad ibn Əvs, yəni insanlar artıq Rəbbiləri tanımışlar, Peyğəmbər gəlib, müəyyən bir vaxt keçib üstündən. Tanıdıqdan sonra yenə də İslamdan uzaqlaşa bilərlər. Bu zaman Şəddad ibn Əvs radiyallahu anhu ki, Allah səni itirsin. Sən şirki ancaq Allah'a şərh qoşmaq kimi görmürsənmi? Yəni, burada demək istəyir ki, yəni şirk insanı Allah'a ibadətdə ortaq qoşmaya gətirib çarta bilər. Yəni, bu böyük günahlardan sayılır və bu da edən kimsə də insanı, bu feylə edən, bu hərəkəti, yəni Allah'a şərh qoşan kimsə də İslamdan uzaqlaşar, insan da ondan uzaqlaşar. Bu mənada demək istəyir. Bu rəvayət də, bu əsər də həsən olaraqdan rəvayət olunur. Və qalə Muhammed Musannif rahiməhullah deyir ki, hədihil əhədisi və mə əşbəhə. Bu saydığımız hədislər, hansı ki, orada onu edən kimi, müəyyən bir əməllər edən kimsələr verilən o küfür, fısq və s. bu adlardır ki, bu saydığımız hədislər, zikr etdiyimiz hədislər və yaxud da ki, buna bənzər, bu mənada olan başqa hədislər və bunların mənası nədir? Ənnə hədihil əf'aləl məzkurədə fiyhə
minəl əxlaqil kuffar vəl müşrikinə. Burada saydığımız bu kimi mənada olan bu hədislərin mənasıdır ki, bunlar hamısı, zikr olunan bu mənalar hamısı, bu feillər hamısı kafirlərin və müşriklərin əxlaqlarındandır. Onların hərəkətlərindəndir. Müsəlmanın söyməsi, müsəlmandan vuruşması və s. də aydındır. Və sünnətihim mənhiyədun anhə və tabe olunmaqdan mən olunmuş, qadağan olmuş onların sünnətidir bu. Litəhəməhəl muslimun. Yəni bununla da müsəlmanlar onların əməllərinə uzaq olsun, qorunsun deyə. Və əmmə ən yəkuna mən fəalə şey minhə müşrikən billah. Lakindir ki, əgər bunu edən bir kimsələrin müşrik olması, yəni küfr edirsə, kafir olması, şirk qoşur, müşrik olmasına gəldikdə isə əv kafirun və yaxud müşrik və kafir olması fələ yedulluka alə zəlik. Bu hədislərin deyir, heç bir kimsəyə, bu hədislər, sayılan bu hədislər, zikr olunan bu hədislərdəki olan mənalar heç də o əməllər edən kimsələrin şirk və yaxud küfr olmasını gətirib çıxartmasın səni. Yəni o edən kimsələrin küfrə və yaxud da şirkə sənin bu hədislərdən dəlil götürüb ortaya belə hökm verməsi gətirib çıxartmasın deyir. Və həm Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislər gətirir ki, burada deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Əş-şirku əxfə min dəbibin nəmlə aləl-həcar. Peyğəmbərimiz deyir ki, yəni ümmətimdə başqa bir ləfslərdə var bu hədislərdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bildirdi ki, ümmətimdə şirk qarışqanın ayaq izindən daha xəfidir. Daha gizlidir yəni. Qalə Əbu Bəkr Siddiq radiyallahu inna lillahi və inna ileyhi raciun. Bu zaman Əbu Bəkr Siddiq radiyallahu anh deyir ki, inna lillahi və inna ileyhi raciun. Yəni bunun təəccüblənir. Yəni bunun qaçılmaz olduğunu bildirəkdən bu sözü işlədir. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Bəkrə deyir ki, Ələ ualliməkü şeyin idə qultəhu xaləstə minəşik. Sənə elə bir şey öyrədinmi, elə bir zikr, elə bir dua öyrədinmi ki, onu etsən sən şirkdən uzaq olarsan? Qalə bələ, ya Rasulullah. Əbu Bəkr radiyallahu anh deyir ki, əlbəttə ki, gəlsəniz. Əbu Bəkr radiyallahu anh deyir ki, əlbəttə ya Rasulullah. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, Allahumma inni ə'udu bikə ən uşikə bikə və ənə ələm və əstəğfirükə bimə ləm ələm. İki şey öyrətdi. Duada iki şey zikr. Allahumma inni ə'udu bikə ən uşikə bikə və ənə ələm. Ey Allahım, bilərəkdən sənə şirk qoşmaqdan sənə sığınıram. Və bilmədiyim, yəni unutduğum, xəbərim olmadığım və ya bilmədən etdiyim günahlara görə səndən bağışlanma diləyirəm. Böyük bir duadır ki, burada Allah Resulü sallallahu aleyhi və səlləm bunun Əbu Bəkr radiyallahu anhuya və o da həmçinin bizə rəhmət olaraqdan bizə gəlib çatdı ki, belə bir dua var ki, Allahım sənə bilərəkdən şərik qoş, yəni bilərəkdən sənə qoşmaqda, şərik qoşmaq sənə sığınıram və bilmədiyim günahlara görə səndən tövbə edirəm. Bu hədisin ikinci tərəfi, ikinci bəndi deyək ki, bunu İbn-i Qeym rahiməhullah deyir ki, yəni bu hədisə istinadən, təliqən və ya ki, deyir ki, insanların deyir, bildiyi günahlardan daha çox bilmədikləri günahlara tövbə etməsi daha mühümdür. Çünki bilirsən günahın var, xəbərin var, yadındadır. Amma o qədər günahlar var ki, xəbərin yoxdur, bilmirsən və ya heç günah olduğunu ağıl edəməmsən. Bundan dolayı insanın bilmədiyim, unutduğum, xəta etdiyim bu kimi günahlara istiğfar etməsidir daha mühümdür. Aydındır. Və sidaqu zəlik, yəni bu kimi hədislərə bu təsdiq olaraqdan Allah Taala'nın bu ayəsi zikr edərəkdən bu ayəni gətirir ki, bura Allah Taala Adəm və Havva barəsində dedi ki, فَلَمَّ آتَاهُمَا صَالِحًا وَلَدًا ذَكَرًا جَعَلَ لَهُ شُرَكَاءَ فِي مَا آتَاهُمَا وَذَلِكَ إِنَّمَا سَمَّيَاهُ عَبْدَ الْحَارِثِ. Bu ayədə belədir ki, Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə ona şərik qoşmağa başladılar. Allah Taala Havva bu rivayət belədir. Yəni bu rivayəti belə necə var oxuyaq, sonra əlavəsini deyirik. Allah Taala belə deyir ki, bu ayədə Ədəm və Havva yoldaşı qəsd olunur ki, Allah onlara sağlam övlad verdikdə onlar nə etdilər?
özlərinə verildiyi şeydə Allaha şərik qoşdular. Yəni insanları şərik qoşdular. Nə etdilər? Onlar Allahın ona verdiyi oğlu Abdülharis, Harisin qulu oğlu adlandırdılar. Belə bir rivayət var. Lakin bu rivayət əsərun daif. Bu rivayət zəif rivayətdir. Bu rivayət zəif rivayətdir. Qalib Əl-Hafiz İbn Kətir, İbn Kətir rahimehullah bu barədə dedi ki, fi təfsirihi və hadal ayət yəzharu aleyha vallahu a'lam enneha min athar ehlil kitab. Yəni bu hədis, yəni bu rivayətdən elə zahir olur ki, elə görünür ki, bu rivayət kitab əhlindən varid olmuş bir rivayətdir. Aydın kitab əhlindən, yəni əhl-i sünnədən yox, müsəlmanlardan yox, kitab əhlindən varid olmuş rivayət sayılır. Thumma qala rahimehullah, həmçinin sözünü davam edir. İnnehu leysel murad min hada siyaq. Yəni bu dediyimiz kimi Allah Teala Havva, Adəm əleyhissalam və Havvaya uşaq verir. Onlar da onlara verilən uşaq da Allah şərik qoşdu, ona Abdülharis adlandırırlar. Buradakı deyir ki, heç də buradakı məna odur ki, yəni bu buradakı yəni cümlədə çıxan məna və yaxud da ki, ayədə zikr olunan budur ki, murad budur ki, Adəm və Havva və innəmə murad min zəlik. Yəni bu Havva və Adəm əleyhissalam qəsd olunmur burada. Allah Teala onlara övlad verdi, onlar şərik qoşdular, həmənki övladlarından. Buradakı qəsd odur ki, el-müşrikune min zurriyyetihi. Burada qəsd odur ki, Allah Teala'nın ayəsindəki Allah Teala bir kimsəyə salih övlad verir və onlar həmənki övladlarda Allah'a şərik qoşurlar. Və böyütdü, övlad böyüdü və özləri şərik qoşa bilərlər və yaxud da ki, başqa kimsələr və böyüdü alim oldu və sarı abid oldu, başlar həmənki Allah'ın onlar verdiyi övladda Allah'a şərik qoşmağa. Buradakı məqsəd deyil ki, işte Adəm əleyhissalam və Havva deyil. Buradakı məqsəd Adəm əleyhissalam və onun zürriyyətindən gələn, Havva əleyhissalam zürriyyətindən gələn müşriklər qəsd olunur. Aydındır. Çünki Allah Teala ayənin axırında dedi ki, "Fətəal Allah amma yüşrikun." Allah Teala onların şərik qoşduqlarından uzaqdır deyə Allah Teala ayəni belə tamamladı. Bundan sonra fa'alamana anna thumma shirkan ghayra shirki men yecra ma'hu ilahan. Sonra burada bildik ki, Allah'a şərik qoşmaq, Allah'a yanaşı ilah götürmək bu şərikdir. Sonra ki başqa bir əməllərin, bunlardan başqa əməllər də vardır ki, onlar da həmçinin şirk sayılır. O da Allah Teala'nın bu ayəsi ki, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Kim Allah'ın hökmü vermezse onlar kafir sayılır. Yəni Allah'ın özü də küfür sayılır. Və həmçinin dedik ki, insanın Allah'la yansı hansı bir ilah, hansı bir məbuda, hansı bir sanama götürməsi bu şirk sayılır. Burada deyək ki, yəni bu ayə istinadən, bu ayənin təfsirinə, yəni mənasına baxaraqdan elə əməllər var ki, o yəni ortaq qoşulmadan da əməllər küfür sayılır və ya şirk sayılır. Qali İbn Abbas, İbn Abbas bu ayənin təfsirində deyir ki, "Lisailin sa'ala an zalik." Yəni bir kimsə İbn Abbasdan soruşur ki, və o soruşulan cavab olaraq deyir ki, "Leysa huve kufrun yanqul alil millə." Yəni buradakı kim Allahın hökmü ilə hökm verməzsə, onlar kafirdirlər. Buradakı mənası "Leysa huve kufrun yanqul alil millə." Yəni bu millət, İslam millətindən insanı çıxartan küfür qəsd olunmur burada. Aydındır, buradakı küfürdəki məqsəd insanı İslam millətindən küfür millətinə salacaq məna qəsd olunmur. Yəni bu ayənin də ən gözəl şəkildə təfsirçi başa düşəcək kimsə də İbn Abbasdır. Sonra bu hədisin bu ayənin davamında gəlir. Əxraca Abdurrazzaq Əs-San'ani fi təfsirihi və həmçinin min tariqihi İbn Cərir fi təfsirihi min tariqi Ma'mar an İbn Tavus an abihi. İbn Tavus'un onun da atasından, o da atasından. Qala su'ila İbn Abbas an qawlihi və men lem yahkum bima enzelallah fe ulaika humul kafirun. İbn Abbas'dan soruşurlar ki, bu ayə barəsində kim Allahın hökm verməsə onlar kafirlər. Bunun mənası nədir? Qala hiyə bihi kufrun. Bu ayədə belə siyaqında, cümləsində küfür var. Qali İbn Tavus və leysə kəmə kəfərə billahi və mələikətə və kütübə rusulihi. Yəni buradakı küfür işte Allah'a, onun mələklərinə, onun kitablarına, onların peyğəmbərlərinə küfür etmiş, onları inkar etmiş kimi bir küfür yoxdur burada. Və axracahu Süfyan əs-Səvri fi təfsir min tariq İbn Tavus. İndi Süfyan əs-Səvri öz təfsirində İbn Tavus'dan həmçə o da atasından qala qilə İbn Abbas. İbn Abbas'a deyilir. Həmənki ayəni. Qala hiyə kufruhu. Bu deyir küfürdür. Və leysə kəmən kəfr billah vəl yevmul axir. Yəni buradakı küfür işte Allah'a və qiyamət günü inkar edən bir kimsənin kimi küfür deyil. Çünki bu küfür
Allahı, mələklərini, kitablarını, qiyamət günü bunun küfr insanı İslam millətindən çıxartır. Aydındır ki, onun deməsi ki, bunları kimi deyil, yəni insanı İslam millətindən çıxartmır. Özü-özünə küfürdür. Necə ki, əvvəlki hədisləri demişdik, insanın, müsəlmanın söyməsi fasiqlik, öldürməsi küfürdür. Necə ki, bu küfür insanı İslam millətindən çıxartmadığı kimi, burada da İslam millətindən çıxartmır. Hədəl əsər. Rivayətun Süfyan hədə ərcəh və əsərus səhih. Süfyan Sevrinin rəvayət etdiyi bu rəvayətdir ki, daha məqbul olunandır və bu əsərlər də səhidir. Və axrəcə Süfyan Sevri fi təfsir, min tariqihi Abdurrazzaq fi təfsir, min tariqi İbn Cərir fi təfsirihi, an rəculun an Tavus, ulaika humul kafirun, qala kufrun la yanqul anil millə. Onlar kafirlərdir ki, buradakı məqsəd kufrun la yanqul anil millə, millətdən çıxardan küfür qəsd olunmur. Və qala ata kufrun duna kufr. Yəni küfür olmayan, İslam dinindən çıxartmayan bir küfür qəsd olunur. Və zulmun duna zulm, həmçinin zülm də buna daxildir. Yəni İslam dinindən çıxartmayan zülm və həmçinin bu fasiqlik də eyni mənada. Vəl əsər an İbn Abbas ləhu turğun mütəkəthirə. Yəni ki, İbn Abbasdan gətirin bu rəvayətlərdir ki, bir çox rəvayətlər vardır ki, bir dənə, iki dənə rəvayət deyil, çoxdur. Mütəkəthirə. İbn Cərir, Abdurrazzaq fi təfsirihi və İbn Hatim fi təfsirihi və Thəvri və qeyrihim ba'daha və bəziləri ki, bu hədisləri səhidir və bəziləri həsəndir və bəziləri zəifdir. Fəmin əradir itla' aleyhə li təvəssüə fəlicəcə ilə məsadir məzkur. Yəni kim bu mövzu ətrafında daha geniş məlumat istəyirsədir, zikr olunan o rəvayətlərə qayıta bilər. Lakin burada zikr olunan İbn Abbasdan gələn rəvayət səhih rəvayətdir. Sonra və qala Muhammed musannifdir ki, və minəl küfr əydən, həmçin küfürdəndir ki, mə cəə fil əhədis mə yəkun mə'nahu küfrun ni'mə minhu. Bildik, Allaha şərik qoşmaq küfürdür. Və bundan sonra zikr olundu ki, bəzi şeylər var ki, bəzi əməllər var ki, onlar belə yəni sahibi Allaha şərik qoşmaq kimi olmasa da Allahın hökmü ilə qeyri hökm vermək və s. bunlar, yəni İslam millətindən çıxartmayan olsa belə öz-özündə küfür sayılır. Və həmçinin buradadır ki, bəzi əməllər vardır ki, o da öz-özlüyündə küfür sayılır. O da Allahın verdiyi neməti inkar etmək. Küfür sayılır. Dəlil. Qala Peyğəmbər, Allah Resulü sallallahu aleyhi və səlləm fin-nisə hinə zəkərənlər, Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlara cəhənnəmi xatırlatdıqda dedi ki, və rəəytu əksərə əhliyən nisə. Yəni, cəhənnəmi xatırladıqda qadınlara deyir ki, mən cəhənnəmin çoxunun qadınlar olduğunu gördüm. Qalu bimə ya Rasulallah. O vaxtı, həqiqətən bu sual və təəccüb doğurardı. Çünki o vaxtın zamanında qadınların, yəni deyək belə İslamın intişar etdiyi, Peyğəmbərin zuhur olduğu bir zamanda qadına təəccüblü gəlir. Amma ki, bugünkü zamanımızda bizdən birisən soruşsa ki, həqiqətən cəhənnəmi qadınlar doğru çox uzun olacaq, hamı sakit durur. Çünki qadınlarımızın ümumiyyətlə aləmdə, İslam aləmində olsun, istər dünyadakı qadınların nə yerdə, nə vəziyyətdə olduğu bizdə bu hədisə qarşı şübhə doğurmur. Yəni cəhənnəmdə onların çoxluğunu bugünkü günümüzdə biz rahat bilirik. Aydın bilirik ki, doğrudan hər bir fitnənin, hər bir şeyin başı da yoldan çıxmış bu kimsələrdir. Amma ki, o zamanda ki, o sahabə qadının soruşması ki, ne üçün ya Resulullah? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdir ki, bi kufrihinnə, sizin belə məna cəhətindən küfrünüzdəndir. Qilə yəkfurna billah, yəni bizlər, yəni qadınlar Allah'a mı küfr ediblər, Allah'a mı inkar ediblər? Peyğəmbərimiz deyir ki, yəkfurna bil əşirə, onlar deyir ki, öz ailəsində olan yaxşılıqları inkar edirlər. Sən onlara gün boyu, səhərdən axşama qədər yaxşılıq etsən, səndən bir pis şey görsə və deyər ki, səndən heç bir zaman xeyir görmədi. Bunu Allah Resulü sallallahu aleyhi və səlləm belə vəsfən deyir. Yəni, bu belə heç kimin başqa yerlərə ağlını aparmasın ki, burada bütün qadınlar buna daxildir. Yox. Hər bir qadın buna daxil deyil. Belə bəzi vəsflər var ki, məsələn, əvvəlki vəsflərdə müsəlmanı söyməz, orada kişilər qəsd olundu. Öldürmək daha çox kişilərdə olur. Söymək daha çox kişilərdə olur. Orada da kişilərdə küfür var idi, fasiqlik var idi. Burada da həmçinin qadınlarda var. Aydındır, heç kim mənə qadınlar məsəl üçün bir fikrə getməsin ki, burada bizə küfür var və s. və s. Lakin bu, yəni, insanın ağlının naqisliyindən olur. Hamı bunu bilir də, bu təcrübə bunu bildirir ki, yəni, qadınlarımız, yəni, kişilərə nisbətdə
hər şeydə müəyyən qədər geridədir. Müəyyən şeydə geridədir. Amma o demək deyil ki, bunlar arxa plana çəkilməlidir. Çünki bir şey qiyas etdinsə mütləqdir birisini üstün görməlisən. Qadın daima kimlə qiyas olunur? Qadın kişi ilə qiyas olunur. Yəni daha üstünlə, özü-özünə kişi daha üstündür. Sən durub qadın daha üstündən qiyas etmə də. Aydın bir aşağı səviyyədə olan, pis yollu olan, məsəl üçün ailəsinə baxma və bu kim qadınlardan eyni qadını qiyas etsə, əlbəttə ki, bu üstün səviyyədə olacaq. Yəni bir şey üstünlük və yaxud da ki, aşağılıq dərəcə ölçməkdən ötəri daha üstünü bilə-bilə daha üstünü onu qabaq-qabaq qarşılaşdırmaz da. Kişi özlüyündə üstündür, qadın öz cəhətindən öz üstündür. Lakin belə qaçılmaz hərəkətdir ki, yəni onlara ya unutqanlıqlarındandır və yaxud da ki, küsəyinliyindəndir ki, onlara bir xoşa gəlməz söz dedikdə, yəni səndən heç bir zaman xeyir görmədiyim sözünü işlədirlər. Aydındır. Hədisə səhih hədisdir. Sonra və min zəlikə qavluhu sallallahu aleyhi və səlləm keçməzdən əvvəl bu hədisdə bizə bildirdi ki, yəni olunan yaxşılıqlara qarşı, yəni kimi Allahın verdiyi neməti inkar etmək də, sən mənə heç bir şey vermədin, heç bir şey etmədin, səndən dostluq görmədin və s. bu kimi sözlər hamısı nəyə daxildir? Əməli küfrə daxildir. İnsanı İslamdan çıxartmayan küfürlərə daxildir. Aydındır. Sonra başqa bir hədisdə Allah Teala bu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki: "İnnallâhe leyusabbihul qavmu bin-ni'mə ev yumessihim biha. Thumma yusbihu qavmun biha kafirin yequluna mutirna bi nev'i keza ve keza." Allah Teala bir kimsələri, bir cemaatı, bir qövmü səhər nemətlərlə oyatar və ya da gecə nemətlərlə bağlayar və onlardan müəyyən bir kimsələr o neməti küfür edərlər, inkar edərlər. Deyərlər ki, biz filan ulduza görə, filan şeyə görə yağışlandıq. Buradakı Allahın neməti qəsd olunan yağışdır. Məsələn, ola bilsin, gündüz Allah Teala yağış yağdırır, nemətdir. Və ya da gecə yağdırır, nemətdir. Və bəzi kimsələr vardı ki, Peyğəmbərimiz, onlar Allahın bu nemətini küfür etdilər, inkar etdilər. Nə etdilər, nə dedilər? Allah Teala'nın bu yardımı dedilər ki, filan ulduza görə, filan şeyə görə yağdırırlar. Bu neməti Allah'tan gerisinə yönətdilər. Bu hədisdə Peyğəmbərimizdən gəlir ki, Ələm ta ilə mə qalə rabbukum, sizlədir ki, Rəbbinizin dediyini oxumursunuzmu? Qalə mə ən'amtə lə abdi, mən quluma hər hansı bir nemət verdimsə, o nemətə elə bir kimsələr çıxacaq ki, onlar onu inkar edəcəklər. Deyəcəklər ki, benim məsəl üçün Allah Teala gecə yağış yağdırdı, səhər olduqda müəyyən bir kimsələr çıxacaqlar ki, ulduzlar və ya ki, bunlar filan ulduza görə bizə yağdırıldı deyəcəklər, Allahın neməti inkar edəcəklər. Elə başqa bir ləfsə var ki, Allah Teala göydən elə bir nemət, yəni yağış, bərəkət nazil etməmişdir ki, bu zaman səhərə onu inkar edən kimsələr çıxmış olmasın. Yəni kafir olmuş olmasın. Deyirlər ki, yenzilullahi ni'mə feyqulu, deyir ki, əl-kəvkəv kədə və kədə. Yəni ulduzlara görə və ya ulduzlar səbəbindən bu yağış bizə yağdırıldı. Bundan sonra həmən ki, bu fəsli açıqlayaraq deyir ki, Qal İbn Əsir el-Cevzi rəhməhullah küfr sınfan. İbn Əsir el-Cevzi deyir ki, küfür iki sinifdir. Küfrün bir aslı iman, imanın əslində olan, onun da ziddi küfürdür. Əslindən varsa ki, imanın əslində küfrə düşdünsə, şirkə batdınsa, sənin imanın əslini aparır, küfrə salır. Və ikincisi isə İslamdakı müəyyən başqa əməllərdə sən küfrə düşməyin. Deyəcək ki, başqa hədislərdə salmışdıq. Neməti küfr etmək, söymə və s. Bunlar İslamın əslində deyil də, bunlar bir mənada İslamın fırularındadır, İslamın qanatlarındadır və ya İslamın şaxələnmiş məsələlərdədir küfürlər. Bunlar isə əsli İslam dini özündən götürmür. Yəni, aydındır. Və qilə küfrə arba ənhə. Və yaxud deyirlər ki, küfür dörd tərəfli olur. Birincisi, inkarda küfür. İnkar etmək, Allahı inkar etmək küfrü. Bu sinifə daxildir. Onlar ümumiyyətlə Allahı tanımırlar. Aslan Allahı tanımırlar. Bu həmçin bu küfürdə inkar küfrü sayılır. Ümumiyyətlə Allahı qəbul etmirlər, Allahı tanımırlar. İkincisi, küfr-ü cuhud. Bu da həmçin inkardır. Lakin burada bilərəkdən inkar etmək var. İblisin inkarı kimi, o Allah Teala'nı qəlbi ilə bilərdi, lakin dili ilə onu iqrar etmədi. Bu da həmçinin inatkarlıq, yəni inkar
bu da küfür sayılır. Və həmçində inad. Üçüncüsü inadda olan küfür. İnsan qəlbi ilə bilməsi, dili ilə tələffüz etməsi və o bildiyi, dili tələffüz etdiyini həyatında din olaraqdan yaşamaması. Həsəddən və yaxud da ki, buğzundan, nifrətindən. Buna da Əbi Cəhil də buna misaldır. Peyğəmbərimizi bilirdi, etiqadən bilirdi ki, yaxşıdır, yəni Peyğəmbərdir. Lakin dili ilə deyərdi, lakin deyə bilərdi. Lakin yəni, bəzi ləfsləri var ki, İslamın haqq olduğunu, Peyğəmbər haqq olduğunu dilə gətirib. Lakin həsədindən və yaxud da ki, inadından və yaxud da ki, Peyğəmbər nifrətindən onu dininə gətirmədi. Yəni, inadkarlıq insanın İslama girməsinə, həmçinin küfrə daxil olması səbəb olur. Birinci inkar, sonra cühud, sonra inad, üçüncü isə ən-nifaq. Nifaq da həmçinin. Ən yuqarı bilirsən, dil ilə iqrar etməliyin, qəlbi ilə təsdiqləməməliyin. Bu da kafir, münafiqlərdə olan haldır. Dil ilə deyirlər ki, innəkə lə Rasulullah, Allah yeşə innəhum lə kədibun. Dil ilə deyirlər ki, sən Allahın Rasulusan, lakin öz etiqadlarında isə Peyğəmbərimizin sallallahu aleyhi ve sellem haqq olduğunu inanmırlar. Aydındır. Yəni, insan inkar etməklə küfrə düşə bilər, həmçinin bilərək də inkar etməklə küfrə düşə bilər, həmçinin inadkarlıqla, həmçinin nifaqla küfrə düşə bilər. Və qala alləmət İbn Qayyim rahimehullah Teala, el-küfrü nev'an. Deyir ki, İbn Qayyim rahimehullah küfür iki növdür. Böyük və kiçik küfür. Aydındır. Vəl-küfrül əkbar el-mucibul xulud finnar. İnsanı əbədiyyən çıxılmaz olaraqdan cəhənnəmə salır. Lakin kiçik küfür isə mucibul istihqaqil va'id dunal xulud. Əbədi qalmadan əzabı haqq edir. Əbədi qalmadan əzabı haqq edir. Böyük küfür əgər tövbə etmədən getsə bağışlanmayacaq. Amma ki kiçik küfür, yəni kiçik küfrün balaca olan, kiçik olanınız Allahın məşiyyətindədir. Yəni bu da həm Əhl-i Sünnə və Cəmaət arasında ixtilaflı məsələlərdəndir ki, yəni kiçik küfrə məşiyyə deyilim, əlbəttə məşiyyə də daxildir. Kiçik küfr sahibi də Allahın bağışlayıb bağışlanmasına, böyük günahlar kimi bağışlayıb bağışlanmamasına daxildir. Aydındır. Kəmə fi qavlihi Teala, necə bu ayədə, hansı ki o ayə və kənə mimmən yutlə və nüsqə ləfsuhu. Kənə bu ayə oxunardı, lakin bu ayə nəsx olunub. Lə tərğəbu an əbəikum fəinəhu kufrun bikum. Bu ayə əvvələr oxunardı, sonra nəsx olundu. Lə tərğəbu an əbəikum fəinəhu kufrun bikum. Atalarınızdan üz döndərməyin, çünki belə etməniz sizdə küfürdür. Və qavlu sallallahu aleyhi və sələm fil hadis, İsnəni fi ümməti huma bihim kufur. İki şey var ki, o ümmətimdə küfürdür. Nəsəbi söymək və ölü üçün vay-şivan qopartmaq. Və qal Əbu Malik, afallahu an, və alə hədə nəvul əxir və huvəl əsqar. Yəni, bu saydığımız axırıncı növ, hansı ki, insanı Allah məşiyyətinə daxil edir. Əgər tövbə etmədən gedərsə də, Yənzulu əhadisil bəb, yəni bu hansı ki bu bəbə, bu həmənki fəslə daxil olan hədislərdəndir. Və dərkə şirk minhu mə huvə əkbəru muxric min minillah və yaxud da ki bu saydığımız bu oxuduğum axırıncı hədis və yaxud da ki başqa hədislər. Müəyyən hədislər var ki, müəyyən ləfslər var ki və müəyyən əməllər var ki, sahibini əbədiyyən cəhənnəmə salır, İslam millətindən çıxartır və bəziləri kiçik sayılır, insanı İslam diyarından çıxarmır, lakin cəhənnəm özünü haqq eləyir. Aydındır. Əgər Allah təala istəsə əzab verir, istəsə bağışlar. Və qala Şeyxülislam İbn Teymiyyə və lihada kəsiru ma yuqal. Bunun üçün çoxu dəfə deyirlər ki, kufrun yanqul alel millə və kufrun la yanqul. Bəzi küfrlər var ki, insan İslam dinindən çıxartır, millətindən çıxartır və bəziləri isə çıxartmır. Və qala Şeyxülislam İbn Teymiyyə və qədər əşşirku şirkə. Şirk iki növdür. Şirkun fit tevhid, tevhiddə olan şirk bu insanı İslam dinindən çıxardır. Və şirkun fil aməl, əməldə olan şirk isə birinci deyək etiqaddır, ikincisi əməldə olan şirk insanı dindən, millətdən çıxartmır. Və huvər riya, insan millətdən çıxartmır, İslam millətindən çıxartmır isə o da riya sayılır. Allah Teala buyurur ki, "Fəmən kan yercu liqa rabbi fəly'amal amalan salihan və yushrik bi ibadatihi rabbihi ahada." Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və Rəbbinə heç bir kəsi Rəbbinə şərik qoşmasın. Yuridu bizəlkə el-murad bil-a'mal. Yəni buradakı Allah Taala'nın deməsi ki, "Və la yushrik bi ibadati rabbi ahada",
yəni riya edərəkdən, əməllərini göstərərəkdən belə əməllər etməsin. Və qalə Nəbi sallallahu əleyhi və səlləm at-tiyarə şirk. Bədbinlik ummaq, bir şeydə bədbinlik var demək, bu özünə nə sayılır? Şirk sayılır. Və qalə İbn Qayyim rahimehullah təala əş-şirku şirkan. Yəni deyir ki, yəni şirk iki növdür. Şirku yanqul alel millə və hu şirkul akbar. İnsanı İslam milləti ilə çağıran şirk o da böyük şirkdir. Və şirkun la yanqul alel millə, millətdən çıxartmayan isə o da kiçik şirkdir. Və hu şirkul amali kərriyə. Əməli şirk olan o da riyadır. Həmçinin Allah Teala böyük şirkə dəlil olaraq Allah Teala buyurdu ki, ayədə: "İnnehu men yushrik billah faqad harramallahu aleyhi'l cennet və hunna." Kim Allah Teala'ya şirk qoşarsa, Allah Teala heç vaxt onu "İnnehu men yushrik billah faqad harrama aleyhi'l cennet." Kim Allah Teala şirk qoşarsa, Allah Teala cənnəti ona haram edər. Cənnəti ona haram edər və onun qalacaq yeri cəhənnəm olar. Başqa: "Və men yushrik billah fekennema kharra mine's-semai fetaxtafuhu at-tayru aw tahvi fi makanin sahiq." Kim Allah'a şərik qoşarsa, sanki ki o göydən düşmüş, quşlar onu alıb aparmış və ya da külək onu sovulmuş kimi olar. Aydın ev dəyərsiz olar da. Və kiçik şirkə əvvəl oxudum Kəhf surəsində keçən və mən kan yarcu liqa ayəsi. Və hada şirkul əsər qavlu sallallahu əleyhi və səlləm men xalaf bi ghayri faqad əşrak. Və həmin kiçik şirkə daxildir ki, peyğəmbərimiz demişdi, kim Allahdan qeyri and içərsə, artıq şirk etmiş və də küfr etmiş olar. Əxrəcə Əbu Davud. Və ma'lum ennel halife bi ghayrillah la yukhruju minel millə. Hamı məlumdur ki, Allahdan qeyri and içmək insan İslam millətindən çıxartmır. Bu da məlumdur. Və la yujibu lahu hukmul kuffar. Və həmçinin bununla da bu əməl edən kimsə də, yəni kafirlərin əməlləri ilə onunla müamilə olunmaz. Və min hada qavlu sallallahu əleyhi və səlləm əş-şirku fi hadil ummə əxfa min dabibin naml. Əvvəl oxuduğum hədisdə, yəni bu ümmətimdə şirk qarışqanın ayaq izindən daha xəfidir, daha gizlidir. Və qala sallallahu əleyhi və səlləm fanzur keyfel inqasama şirk. Deyir ki, baxır ki, burada Peyğəmbər sallallahu əleyhi və səlləm şirklərin necə qismləndi? Küfür, şirk, zülm, cəhil və s. Beləliklə, mövzum sonuna çatdı. Allah subhanahu taala bizləri eşitdiyi faydalardan etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.